Belə bir vəsaitin olmasına ehtiyacımız var idi. Çünki müxtəlif səviyyələrdə olan suallar bir kitabın içində cəmlənib. O da bizə kömək eləyəcək ki, uşaqları fərqli istiqamətlərdə inkişaf elətdirək. Buna görə öz təşəkkürümü bildirirəm. Təbii ki, çox xoş oldu, öyrədici oldu. Bölüşə biləcəyimiz məlumatlar əldə elədik. Minnətdarım ona görə. İlk növbədə mətnlərə baxdım, suallara baxdım. Yəni ki, istifadə olunacaq bir kitabdır. Uğurlu olsun, xeyirli olsun, davamlı olsun. Kitabla tanış olduqda da bizim üçün daha geniş bir mövzular olduğunu, uşaqların inkişafı üçün daha yaxşı bir vəsait olduğunu hiss elədik. Bəlkə bizə lazım olan, yəni işləmək istəyən müəllimlər üçün lazım olan vəsaitdir. Bizdən də çox əlbəttə ki, şagirdlərimiz üçün lazımlıdır. Həqiqətən dördlərə belə düşsə, ümid edirəm ki, uşaqlar bunların öhdəsindən gələcəklər. Ona görə ki, çox aydın, səlis, izah, yəni başa düşüləcək bir şəkildə yazılıbdır. Baxdım vəsaitə. Həqiqətən də 4-cü siniflərin oxuyub alma və riyazi bacarıqların inkişafı üçün çox gözəl bir vəsaitdir. İçərisindəki tərtibatı çox qəşəng idi. Biz orada təqdimat getdikcə vərəqlədik, baxdıq və çox xoşuma gəldi şəxsən. İstifadə eləyəcəyik. Bu vəsaitin ərsəyə gəlməsində əməyi olan müəllifləri tanıdıqca həqiqətən onlara belə içimdə yaranan böyük sevgini müşahidə elədim bu tədbir əsnasında. Təşəkkür eləyirəm. İlki müəllim də sağ olsun ki, öz ətrafında belə keyfiyyətli və dəyərli insanları toplayır. Uğurlar. İçində qəşəng şəkilləri var, qəşəng mətnləri var, riyaziyyatlar da maraqlıdır.